Azərbaycanın milli qəhrəmanı Şahin Tağıyev torpağa tapşırıldı. Qeyd edeyim ki, Şahin Tağıyev 2025-ci ilin dekabrın 29-da yaşadığı İsveçdə təəssüf ki, uzun sürən xəstəlikdən sonra 76 yaşında həyatını itirib. Onun cənazəsi dünən, yəni yanvarın 15-də vətənə gətirildi və bugün yanvarın 16-sında o hərbi memorial kompleksdə torpağa tapşırıldı. Yaxşı at olub, gözəl at olub. Yəni dediyim kimi də vətən uğrunda vuruşsa da yenə də bizləri də unutmayıb, müharibə zamanı maraqlanıb bizlərlə. Çox gözəl at olub bizə. Vətəndən danışırdı. Mənə məsəl üçün Azərbaycan himnini mənə atam öyrədib. Azərbaycan dilini həmişə evdə danışır. 5 nəvəsi ilə onlara da Azərbaycan dilini papa öyrədib. Həmişə biz Azərbaycan dilini danışardıq ki, heç vaxt unutmayın. Qardaş, Allah rəhmət eləsin. Qəhrəman oğlumuz idi. Allah rəhmət eləsin. Cəmi şəhidlərə Allah rəhmət eləsin. Bugün burada yatan bütün oğlanlarımız hamısı qəhrəmandılar. Bugün vətənin azad olunmasında, torpaqlarımızın azad olunmasında hər birinin zəhməti var, qanı var, qanun töküblər. Allah rəhmət eləsin. Xalqımıza bundan sonra müharibə qismət eləməsin. Hardasa 6 ay müddətdə mən Qurtuluş batalyonunda taim komandiri kimi Şahin müəllimlə bir yerdə döyüşlərdə iştirak etmişəm. Rəhmət getmək xəbərini eşidəndə adama pis təsir elədi. Şahin müəllim çox vətənpərvər, döyüşən bir komandir olub. Bizim Çıldıranda, Ağdərədə çox uğurlu əməliyyatlar keçirmişik onunla bir yerdə. Sırxavətdə. Allah ona rəhmət eləsin. Yeri behişli olsun. Ən ağır döyüşlərdə iştirak edir. Yoldaşlarımla həmişə danışanda deyirdi ki, əskərimə dəyən daş güllə mənə dəyir.